Cəd, təpəyə çıxır. Səbail rayon Polis İdarəsinin 8-ci polis bölməsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir. Daxil olan məlumat əsasında keçirilən tədbir nəticəsində əvvəllər məhkum olunan 20 yaşlı Pərviz Cəfərov və tanışı 22 yaşlı Çingiz Rəhimov saxlanılıblar. Onlardan 3 kiloqramdan artıq heroin və marixuana aşkarlanaraq götürülüb. Instagram sosial şəbəkəsində tanış olduğum İran vətəndaşından marixuana təklif elədi, atdı və konumuna girib marixuana götürdüm. 2 kilo nəşə olmalı idi, narkotik olmalı idi. Oradan 3 kilo çıxdı. Biz onu götürüb onun dediyi konuma çatdırmalıydıq. Saxlanılan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi gəlir qarşılığında ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.